Xahiş edirəm, qonaqlara toylarda imkan verməyin ki, sizin bayrağınızı çəksinlər telefonlarına və foto videolar paylaşsınlar. Yalnız professional foto və video çəkiliş və yalnız ailə arxivinə. Vso, dəhşətdir. 2 gündür kommentləri oxuyuram, dəhşətdəyim. Vado Karovinin qızı, Allah onu xoşbaxt eləsin, ərə gedib. Kommentlər, düzgün oynamır, bəy belədir, Murad Dadaşov arıqlayıb, bu kökəlib, o keçəlləşib. Dəhşət, kimisə çıxartdılar işdən, kimisə iş verdilər. Emiləndin oğlu evlənib, ikinci toyudur, bir uşağı var, yox ikisi də uşağı var, yenə evlənib, yenə boşanıb. Ay cəmaət, siz elə deyirsiniz ki, elə bil ki, sizin toylarınızın qonaqları hamısı gözəllik və qeyrət müsabiqələrin qalibləridir və sizin toylara gələndə mütləq gözəl olmalıdırlar və super belə düzgün palojin olmalıdırlar. Siz əminsiniz? 100%. Şəxsən mən sizə deyim, mənim qonaqlarımın ətrafında kökçü də var, arığı da var, qocası da var, cavanı da var, düz oynayanı da var, rəqs eləyə bilməyəni də var. Nə olsun, insanıq da. Ya belə negativsiniz siz? Nə olub sizə? Hansı momentdən belə bizdə negativ əmələ gəlib? Kim evlənir, ailə qurur, Allah onları xoşbəxt eləsin. Bu insanlar gələcək Azərbaycan vətəndaşlarının ataları və analarıdır. Hansı zamandan biz öz vətənimizin oğullarının, qızlarının analarını, atalarını, babalarını, nənələrini müzakirə eləyirik, ha? İndi biz başqa insanlardan nədən fərqlənirik? Gəlin ortaya ataq, çökək hamısını və başlayaq bunları kritika eləmək. Bu düzgün deyil, o pisdir, bu oğrudur, bu yalancıdır, bu əyridir, bu öyrüdür. Bəsdirin də. Başqa temamız yoxdur.